Herkese salam. Bugün sizinle birlikte ümumi sınav imtahanlarına seçilmiş belə bir tip sualın izahına tanış olaq. Deməli, deyir ki, reaksiyasına əsasən 4 mol ammoniakın sabit temperaturda parçalanması zamanı tarazlıq anında qablardakı maddələrin pi rabitə sayı ümumi rabitənin 1/6-ni təşkil edirsə, tarazlıq sabitin qiymətini müəyyən edin və reaksiya baş verdiyi qabın həcmi 1 litrdir. Həcm 1 litr verilib bizə. Reaksiyanı yazaq və bu reaksiyanı necə yazacağıq? Rabitələri göstərməklə yazmağımız daha məqsədə uyğundur. Çünki sonda rabitə sayını biz burada hesablayacağıq. 2 mol ammoniak parçalanır və 1 mol azotla nə əmələ gəlir? 3 mol hidrogen. Bu şəkildə yazdıq. Tarazlığa deməli burada tarazlığa əsasən gedəcəyik başlanğıc, sərf olunan və tarazlıq. Əgər həcm 1 litr verilibsə bizə qatlığın düsturunu bilirdik. S bərabər idi nö bölü V. Yəni mol bölünsün həcm. Həcm 1 litrdirsə onda qatlıq elə mola bərabərdir deyə bilərik. Yəni mollara görə rahat hesablaya bilərik. Əgər başlanğıcda 4 mol ammoniak götürülübsə, ammoniakın nə qədər sərf olunub, tarazlıqdakı miqdarı nə qədərdir bilmirəm. Başlanğıc miqdarı 4 moldur. Azot və hidrogen başlanğıc miqdarı 0-dır. Əmələ gəlməyib hələ. Tutaq ki, ammoniakdan 2x qədər sərf olundu. 2x ona görə deyirəm ki, hesablamaq daha rahat olsun. Azotdan isə bu zaman x mol əmələ gələr. Hidrogendən isə 3x. Tarazlıqda o zaman hidrogendən nə qədər olacaq? 4 çıxaq 2x mol, daha doğrusu ammoniakdan, azotdan x mol, hidrogendən isə 3x mol olacaq. Və belə bir şey deyir bizə burada. Bizə burada deyir ki, nə deyir? Deməli, tarazlıq anında qabdakı maddələrdəki pi rabitə sayı ümumi rabitənin 1/6-ni təşkil edir. Pi rabitə ümumi rabitənin 1/6-ni təşkil edir. Görək tarazlıq anında maddələrdə ümumi rabitə sayı nə qədərdir? Pi rabitə sayı nə qədərdir? Bunu hesablayaq. Ümumi rabitə sayı deməli bərabərdir. Ammoniakda 3 dənə sigma rabitə var, pi rabitə yoxdur. Tarazlıqda da mol miqdarı 4 çıxaq 2x. Deməli 3-ü vuracağam 4 çıxaq 2x-ə. Üzərinə gələcəm. Azotdan tarazlıq anında x moldur və azotda 3 dənə rabitə var. İkisi pi'dir, biri sigmadır. 3x üzərinə gəlsin. Hidrogendən isə tarazlıqda 3x moldur və hidrogenda 1 ədəd rabitə var. Bu da eləyəcək 3x. Hesablayacaq ümumilikdə, deməli eləyəcək 12 çıxaq 6x, üstə gəlsin 6x. Ümumilikdə deməli tarazlıq anında qabda 12 mol nə var? Rabitə var. İndi bəs pi rabitə sayı nə qədərdir? Pi rabitənin sayı sadəcə azotda pi rabitə var. 2 pi rabitə var. X əgər tarazlıq anında x mol azot varsa, deməli nə qədər pi rabitə var? 2 dənə olduğuna görə 2-ni vuracam x-a, eləyəcək 2x qədər də pi rabitə var. Həmin bu 2x da ümumi rabitənin 1/6-ni təşkil edir. Yəni 2x-i böləndə 12-yə bərabər eləyir nəyə? 1/6 bərabərdir. Buradan da x elə bərabər imiş nəyə? 1-ə. X 1-dirsə, onda biz tarazlıq anında bunların mollarını bilə bilərik. Bilməliyik ki, çünki bizdən tarazlıq sabitin qiymətini istəyir. KT-ni istəyir bizdən. KT-ni də buradan hesablasaq, deməli gətirib yerinə qoyanda x-i tarazlıq anında qabda deməli 2 mol ammoniak olur, 1 mol azot olur, 3 molda nə olur? Hidrogen olur. KT-ni də tapanda deməli hidrogenin qatlığı da elə 3-dür, mol miqdarı da 3-dür. Yazırıq 3 üstü 3 bölünsün, vurulsun 1 bölünsün neçə? 2-nin kvadratı. Bu
burada nə qədər eləyəcək? 27 böl 4. 27-ni də 4-ə bölsəm 6 tam %75 edəcək cavab. Belə. Sualı da belə yekunlaşdırdıq. Növbəti videolarda görüşənədək.